Deməli 7-ci sualdan başlayırıq. 7-ci sualda cavablarda həmişə demişik, imtahanda da bu formada olur. Bir feilin müxtəlif formaları verildikdə cavablarda, yəni keçmiş forma, ana forma, üçüncü forması aincili, tuğlu və ya tuzsuz bu formalar verildikdə əsasən birinci, ikinci, üçüncü qrup feillər, yəni kompleks obyekt, mürəkkəb tamamlıq və ya bizim normal dediyimiz mövzu olacaq. Birinci feilə diqqət eləmək lazımdır burada. Birinci feilimiz letdir, birinci qrup feillərdəndir. Let make, yəni birinci qrup feillər odur ki, birinci qrup feillərdən sonra to gəlməz, ing də gəlməz. Yəni ikinci feil ana formada sadə olar. Sadə dediyimiz şəkilsiz. Məsələn, baxırıq ki, A variantında to gəlib, şəkilsi var. B variantı to keçmiş zamandır. C variantında S var. D-də də ing. Take ana forma yalnız Y variantındadır. Yəni burada artıq ikinci feildə zaman və şəxs şəkilsi olmaz. S, ed, ing falan söhbət ola bilməz. Mürəkkəb tamamlıq mövzusunu bilənlər bilir ki, birinci, ikinci qrup feillər, yəni let make-dir, hear, watch, observe, see bu kimi feillərdən sonra to zaten gəlməz, amma let make-dən sonra heç ing də gəlməz. Ancaq sadə gələr.